siqareti tərk etməyin ən yaxşı yolu elektron siqaretlərə keçməkdir. Bunu mən demirəm, Oxford Universitetinin alimlərinin yeni araşdırması sübut edir. Ölkəmizdə isə ayın 1-dən etibarən elektron siqaretlərin satışı, idxalı, ixracı və istifadəsi tamamilə qadağan olunub. Bu və digər maraqlı tibb xəbərləri üçün bizi sona qədər izləyin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Ayın 1-dən etibarən ölkəmizdə elektron siqaretlərin idxalı, ixracı və istifadəsi tamamilə qadağan olunub. Oxford Universitetinin alimləri isə sübut ediblər ki, tütün siqaretini tərk etməyin ən yaxşı yolu ilk növbədə elektron siqaretə keçid eləməkdir. Birlikdə baxaq. Veyplər siqareti tərk etməkdə daha effektivdir. Yeni araşdırmalar göstərib ki, nikotinli elektron siqaretlər ənənəvi siqaret tərk etmə üsullarından daha effektivdir. Oxford Universitetinin alimləri tərəfindən aparılan sistematik təhlillər göstərib ki, elektron siqaretlərdən istifadə edənlər siqareti tərk etməkdə daha uğurludular. Xüsusilə 2024-cü ilin Cochrane statistikası göstərib ki, hər 100 istifadəçidən 2-5 nəfər elektron siqaret sayəsində siqareti tərk edib. Lakin ekspertlər xəbərdarlıq edir ki, elektron siqaretlər tamamilə risksiz deyil. Araşdırmalar göstərib ki, elektron siqaretlər ənənəvi siqaretlərə nisbətən kanserogen maddələrinin təsirini azaldır, lakin onların uşaqlar arasında istifadəsi nikotin asıllığını artırır. 2025-ci ilin qlobal qiymətləndirilməsinə görə dünya üzrə 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. Bunlardan 13-15 yaşlı ən azı 15 milyon uşaqdır. Ümumdünya Səhiyyə Təşkilatı uşaqların istifadəsinə görə ciddi narahatlığını ifadə edib və elektron siqaretlərin nikotinə yeni asıllıq qaydası yaratdığını bildirib. Qeyd edək ki, ölkəmizdə aprelin 1-dən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. Xərçəngdən sağlanan uşaqların remissiyası barədə süni intellekt müəyyən mülahizələr irəli sürüb. Alimlər isə bunu canlı həkimlərlə müqayisə ediblər. Onların diaqnozunu, hər ikisinin diaqnozunu müqayisə ediblər. Baxaq görək, nəticə necə olub. Xərçəngdən sağalan uşaqları süni intellekt qiymətləndirəcək. Süni intellekt uşaqlıqda xərçəng keçirmiş şəxslərin sonrakı sağlamlıq risklərinin müəyyənləşdirilməsində həkimlərə kömək edəcək. Communication Medicine jurnalında dərc olunan yeni araşdırmaya görə daha detallı və mürəkkəb göstərişlərlə işləyən süni intellekt modelləri pasiyentlərin vəziyyətini daha dəqiq qiymətləndirib. Tədqiqat çərçivəsində alimlər 8-17 yaş arası 30 nəfər xərçəngdən sağ qalan uşaq və onların baxıcıları ilə müsahibələri analiz edib. Əldə olunan məlumatlar arasında ağrı, yorğunluq və digər simptomların gündəlik həyata təsiri qiymətləndirilib. Daha sonra eyni məlumatlar ChatGPT və Llama kimi süni intellekt modellərinə təqdim olunub. Burada məqsəd süni intellekt modellərinin ekspertlər kimi məlumatı anlaya bilib-bilmədiyini yoxlamaq olub. Tədqiqatçılar 4 növ prompt, yəni göstəriş strategiyasını sınayıb. Nəticədə süni intellekt ancaq qısa və ümumi təlimatlarla məlumatı düzgün analiz etməkdə çətinlik çəkib. Araşdırma göstərib ki, süni intellekt modelləri məlumatı ekspertlər kimi anlaya bilər, lakin bu onların aldığı promptun mürəkkəbliyindən asılıdır. Daha ətraflı və strukturlu göstərişlər verilən zaman modellər fiziki və koqnitiv təsirləri düzgün müəyyən edir. Yeni nəsil şəkər dərmanları haqqında maraqlı xəbərimiz var. Bu dəfə həmin dərmanlar həm qan təzyiqinin, həm də xolesterinin tənzimlənməsində çox böyük rol oynayacaq. Detalları izləyək. Diabet müalicəsində yeni mərhələ. Barselonada keçirilən Advanced Technologies Treatments for Diabetes 2026 diabetin müalicəsində yeni yanaşmaların sürətlə inkişaf etdiyini göstərib. Konfransda mütəxəssislər yalnız qan şəkərinin ölçülməsi ilə kifayətlənməyin artıq yetərli olmadığını, daha geniş ürək-damar və metabolik sağlamlığı əhatə edən yanaşmaların ön plana çıxdığını bildirib. Tədbirdə semaglutid kimi dərmanların əhəmiyyətinin artdığı da qeyd edilib. Bu preparat insulinlə birlikdə istifadə olunduqda qan şəkərini yaxşı nəzarətdə saxlayır, eyni zamanda xolesterini və qan təzyiqini azaldır. Bundan başqa, təqdim olunan müasir cihazlar diabet xəstələrinə gündəlik nəzarəti asanlaşdırır. Onlar təkcə ölçmə aparmır, həm də xəstələrin həyat tərzini yaxşılaşdırır, düzgün
düzgün qidalanma və fiziki aktivliyə motivasiya yaradır. Araşdırmalar göstərib ki, yeni nəsil müalicə yanaşmaları, o cümlədən inhalyasiya yolu ilə qəbul edilən insulin növləri effektivlik və təhlükəsizlik baxımından müsbət nəticələr nümayiş etdirib. Təqdim olunan nəticələr isə diabetin idarə olunmasında texnologiya, dərman müalicəsi və pasiyent iştirakını birləşdirən fərdiləşdirilmiş yanaşmaların gələcəkdə əsas istiqamətə çevriləcəyini göstərib. İnanılmaz müalicəvi gücü olan bu nemətə möcüzəli gilə meyvə deyirlər. O hətta limonu da şirinləşdirib yeyilməli hala gətirə bilir. Söhbət hansı gilə meyvədən gedir və bədənimizdə hansı orqanizmdə mövcud olan xəstəliklərə xeyirdir, bunu biləcəksiniz. Qərbi Afrikanın tropik meşələrində yetişən və elmi adı Syncyphium dulcificum olan qida sənayesində və tibbdə möcüzəvi gilə meyvə kimi tanınır. Bu kiçik qırmızı meyvənin əsas sirri tərkibindəki mirakulin adlı glikoproteindir. Mirakulin dil üzərindəki dad reseptorları ilə qarşılıqlı əlaqəyə girərək ən turş qidaların belə şirin dadmasına səbəb olur. Mirakulin turş qidaları istehlak edildikdə dilin şirinlik reseptorlarını aktivləşdirir. Nəticədə beyin turşuluğu şirin olaraq qəbul eləyir. Bu təsir fərdin həssaslığından asılı olaraq 30 dəqiqədən 2 saata qədər davam edir. Tədqiqatlar göstərib ki, bu gilə meyvə yalnız dad dəyişdirici deyil, həm də zəngin antioksidant mənbəyidir. Əlavə olaraq artıq çəki və diabetdən əziyyət çəkənlər üçün şəkər qəbulunu azaldır, xərçəng müalicəsi zamanı dad bilmə qabiliyyəti pozulan xəstələrdə iştahı artırmaq və metal dadını yox etmək üçün istifadə olunur. Afrikada isə öskürək, malariya və sonsuzluq əleyhinə ənənəvi vasitə kimi tanınır. Mütəxəssislər uzun müddətli təsirlərin tam öyrənilməsi üçün daha geniş klinik sınaqlara ehtiyac olduğunu bildirib. Alimlər deyir ki, arıqlamaq üçün kalori hesablamağı dayandırın. Niyə belə bir çıxış ediblər və nəyə görə hər insanın individual olaraq arıqlama proqramı olmağınla bağlı fikirlərdə bu qədər qətiyyətlidirlər? Bunu bilmək üçün isə bizə sona qədər baxmalısınız. Kalori hesablamağı dayandırın. İllərdir çəki saxlamağın sirrinin sadəcə alınan və xərclənən kalori balansı olduğu deyilib. Lakin müasir elmi araşdırmalar bu yanaşmanın həqiqəti tam əks etdirmədiyini sübut edib. London Kral Kollecinin professoru Sarah Berry bildirib ki, hər bir insanın eyni qidaya reaksiyası tamamilə fərqlidir. Arıqlamaq üçün nə yediyiniz qədər onu nə vaxt və necə yediyiniz də vacibdir. Tədqiqatlar göstərib ki, kalori miqdarı eyni olsa belə günün birinci yarısında çox yeyən qadınlar axşam yeyənlərə nisbətən daha sürətli çəki itirir. İspaniyada aparılan araşdırma saat 15:00-dan tez nahar edənlərin daha asan arıqladığını üzə çıxarıb. Xüsusilə saat 21:00-dan sonrakı qəlyanaltılar qanda şəkəri və pis xolesterolu artıraraq ürək-damar xəstəlikləri riskini yaradır. Yeməyi sürətlə udmaq doyma hissi yaradan hormonlarının ifrazını ləngidir. Beynin doyma siqnalını qəbul etməsi üçün ən azı 15-30 dəqiqə vaxt lazımdır. Yavaş yeyən insanlar isə həm daha az kalori qəbul edir, həm də qanda şəkərin kəskin artmasının qarşısını alır. Nəticədə hər qida strukturu eyni dərəcədə həzm olunmur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.